Mən Vəfa Şərifovanın o vaxt mənim anamın ünvanına dediyi o palatka müğənnisidir ifadəsinə cavab verməmişdim. Çünki cavab vermək üçün sual ünvanlayacaqdım. O suala da Vəfa Şərifova cavab verə bilməyəcəkdi. Cavab verməyəcəkdi, yox ha, cavab verə bilməyəcəkdi. Və Samirə xanım ona şillə kimi cavab verib, belə ki deyib, Vəfa sən kimsən? Sənin oxuduğun palatka toylarını bir-bir sənə xatırladınmı? Vəfa Şərifova ona cavab verə bilməyib. İndi isə mən istəyirəm anamın haqqında bilməyənlərə də bu videonu çəkim göstərim ki, anam kim olub. İnsan olayım, bana güzelliğe kıyarım. İnsan olayım, ey, insan olana güzelliğe Nəysə, bax bu səsin sahibi ali təhsilli İngilis dili müəlliməsi, Xarici Dillər Universitetini bitirib mənim anam və dəyərli sənətkarımız, böyük sənətkarımız Elmira Rəhimova ilə bir yerdə Xarici Dillər Universitetində ansamblda çalışıblar və eyni zamanda da İngilis dili müəlliməsi. Anam uzun illər Tovuz rayonunun Qaraxanlı kəndində, Əlmərdanlı kəndində müəllimə işləyib. Ondan sonra biz Bakıya köçdükdə İncəsənət Universiteti ilə üzbəüz, məktəbin adını deyə bilməyəcəm, Olimp mağazası ilə üzbəüz şəhərin ən prestij məkanlarından birində, daha doğrusu məktəblərindən birində ömrünün sonuna qədər dərs demişdi. Şəhərdəki uşaqlardan da yadımda Aynur qalıb. Aynur kimdir? Zemfira İbrahimovanın yanında köməkçi işləyən o gözəl xanım. Faktlarla ona görə deyirəm ki, yəni bilməyənlər bilsinlər. Amma Tovuz rayonunda, Əlmərdanlı kəndində, Qaraxanlı kəndində dərs dediyi uşaqlar hərəsi bu indiki vaxtda, indiki dövrdə böyük-böyük səslər, sədaları gəlir. Bu videonun altında da onlar yaza bilərlər və yaxud onlardan olan uşaqlar yaza bilərlər ki, mənim anama, atama, sənin anan, atan dərs deyib. Səbirsizliklə gözləyirəm ki, Vəfa Şərifova görsün mənim anam kimdir. Həmçinin də el şənliklərində iştirak edib. Bu da AzTV-dən olan çəkilişdir. Vəfa, yəni palatkadan da var. O da YouTube-da var. Palatka müğənnisi olmaq ayıb deyil. Ayıb olmaq digər şeylərdir. Hələ ayıbla ayıb olmamaq məsələlərini Vəfa dərk edə bilmirsənsə, yəqin ki, mənim bu danışdığımı da sən başa düşə bilməyəcəksən. Amma mən izləyicilər üçün bu videonu çəkirəm. Belə ki, Vəfa, mənim anam bax bu xanımdır. Ali təhsilli İngilis dili müəlliməsi. Bəs sənin anan kimdir? Vəfa, istəyirsən atamı da deyim. Atam ümummilli liderimiz Heydər Əliyev tərəfindən Xalqlar Dostluğu ordeninə layiq görülmüş qabaqcıl maarif əlası, metodist müəllim olub. Sənin atan kim olub? Sənin atanı efirdən sən xalqa alladaraq bildirmisən ki, atam rəhmətə gedib. O palatka müğənnisi adlandırdığın xanımdan olan övlad, tərbiyə verdiyi övlad, atası haqqında bax bu cür ifadələr işlədir. Ömür boyu efirlərdə. Hətta atamın adını öz adımın yanına ömür boyu 25 ildən çoxdur ki, səsləndirməyi özümə fəxr bilirəm. Sən isə efirdən xalqa alladaraq deyirsən rəhmətə gedib. Bir neçə aylar, illər keçəndən sonra da indi deyirsən ki, yalan deyirdim, yaşayır. Yəni sənin palatka müğənnisi olmayan anan sənə bu cür mü tərbiyə verib ki, yəni ata üçün bu sözləri efirdən de, həm xalqa allat, həm də ataya bu cür dəyər ver. Xalq özü ayırd edəcək indi haqqına haqdan. Özüm haqqında da danışacağım. Vallahi biraz tərif oxşayacaq, bir məzəli çıxacaq. Lakin təvəzzökarlıqdan uzaq da olsa bu məqamda deməliyəm. Ali təhsilli Azərbaycan Respublikasının qanunlarını hər zaman əldə rəhbər tutaraq, ailə quranda da qanunla, ana olanda da qanunla dünyaya övlad gətirən ana Afət Fərman qızı. Vəfa Şərifova, sən kimsən? Sən də mənim bu özüm haqqında dediyim qanunla ailə quran, qanunla övlad dünyaya gətirən bu ifadələri işlədə bilərsənmi? Və dostlar, bizim bu söz söhbətimizin kökündə o vaxtı mahnı məsələsi dayanmışdı. Mənə bildirdilər ki, Vəfanın övladlarının atası mahnının bəstəkarına pul verib, mahnını əldə edib və mənim oxumağıma qadağa qoyduraraq məni hörmətdən salan cümlələrlə çıxışlar yaydırmışdılar. Mən də o zaman ünvanlamaq istəyirdim. Bildirim ki, uşaqların atasına söz ünvanlamaq, fikir ünvanlamaq istəyirdim ki, mənimlə alıb verə bilmədiyin nə məsələdir? O zaman hətta mən Vəfanın qardaşına da səsləndim ki, bu yeznənin adı nədir? Bilim ki, mən kimə müraciət edəcəm? Yəni, mənimlə nə alıb verəmədiyi var? Heç kim çıxıb ad çəkə bilmədi və Vəfa, sonuncu dəfə buradan sənə üzümü tutub deyirəm ki, Allah heç kimi
suallar qarşısında aciz qoymasın. Dostlar, həyatda gərək addımı elə atasınız ki, gələcəkdə bax bu həqiqətlər sizi topa tutmasın. Palatka müğənnisi adlandırdığın o ananın dünyaya gətirdiyi bu övlad heç bir vaxt dövlətin qanunlarının əleyhinə heç bir iş görməyib, heç bir addım atmayıb. Amma palatka müğənnisi olmayan sənin ananın dünyaya gətirdiyi sən övlad banditlərlə əlbir olaraq mən Afət Fərman qızına hədə qorxu gələrək həyatın ən böyük səhvini etmisən. Görüşəcəyik Vəfa Şərifova. Sən qanun qarşısında cavab verəcəksən.